Bir dəfə bir xanım var idi, mənə dedi ki, mənim üçün qu quşu vur, qu quşunun ətindən sənin üçün kotlet eləyirdim. Mən qu quşunu vurmurdum, heç vaxt vurmamışam. Sonra da bu xanımız da sevgilidir, sevgili nədirsə gərək eləyəsən də. Mən də getdim şorabada, fəxri ofisiyam mən, gördüm 4 dənə qu quşu gəlir. Atdım birini vurdum, dayaq sudur, dumduru su, şəffaf. Qu quşu düşdü ora, elə sevindim ki, mən qu quşu vurmuşam və yarımın arzusunu yerinə yetirmişəm. Elə mən quşa yaxınlaşanda gördüm şəffaf su alqana boyanır, yavaş-yavaş qızarır ətraf. Bir də gördüm bir dənə də ikinci qu quşu da gəldi, bunun yanına düşmək istəyəndə onunla vurdu. İndi biri ölüb, biri qalır. Bu ölən ölüb, qalan ölən üçün ağlayır. Baxdım gördüm ki, bu necə ağlayır, bunun üçün gözlərindən yaş dökülür, bu da bunun yanında. Sonra mən quşları götürdüm, gəldim. Gəldim, o quş da bişirə də bilməzdi, eləyə də bilməzdi. Və ondan sonra mənim ona nifrətim yarandı, o xanıma nifrətim yarandı. Amma sonra mən bir şeir yazdım, poema yazmışam. Yazdım, səhv etdim, mən sənə bir güllə atdım. Dedim, səni vurdum, arzuma çatdım. Sən qana boyandın, mən qana batdım. Bağışla sən məni, bağışla ey qu.